Günel Pişik haqqında niyə bu qərara gəldin? Tolik, həmişə çalışmışam ki, yəni qalma, qal, belə Çox səhv şeylər. eləmişsən. Uzaq durum, yox. Yox, çox səhv eləmişsən. Orada deməli fikir bildirmək lazım idi Bəli. ki, sizin üçün sual verildi. Sizin üçün bu göstərilən, yəni bu müğənnilərin içində A kateqoriyası sizin üçün kim deyil? A kateqoriyası. Öz fikrimi bildirdim. Yəni fikir bildirməsəm, olacam qeyri-səmimi. Dedi ki, birinin adını çəkməlisən. Sən A kateqoriyası deyəndə nəyi nəzərdə tutursan? A kateqoriyası mənim üçün Üstünlükdə yəni. yəni Yox. bütün mahnıları, bütün hər şey, yəni Aygün Kazımovadır, Röya Ayxandır. Yox, Mənim üçün də mən elə bildim sən onu səviyyə Zülfiyə xan baba, səhiyəsində. yox, onu yazanlar tamamilə yəni Günel xanıma mən hörmətim var. Mən heç bir zaman hörmətsizlik heç bir xanıma qarşı özəlliklə etməmişəm, etmərəm də. Yəni sadəcə mən fikir bildirdim. Orada yazdılar, elə çatdırdılar. Bilmirəm necə arada gedib çatdırdılar. Nətər ona fikir ki, Aygün xan belə mənada bəlkə bilmirəm. Bax, Qumralın fikri mənim o qədər xoşuma gəldi ki, efirlərin birində dedi ki, mənim üçün mənim anam həm kraliçadır və heç kim orada onu qınamadı. Çünki hər anın öz anası, sənətdədirsə onun üçün... Mən bilirəm ki, Aygün xanımı da sevir, Röya xanımı da sevir bu insan. Amma bu xanım üçün anası olmalıdır. Deyir, ay analar anası deyir, nətər ana olarlar. Bu anası bəyənməyəndən sonra adama deməzlər ki, ay qız, nətər oldu bu. Ona görə də mənim üçün çox gözəl bir açıqlama idi orada və heç kim incimədi. Bundan bilərsən.